Salam dostlar, hər kəsi salamlayıram. Son günlər diqqətimi çox ilginc şeylər çəkir. Ümumiyyətlə, özüm də çaşıram. Azərbaycanda nə baş verir və nə olur? Hər şeyə münasibət bildirənlər, niyə bu məsələlərə toxunmursunuz? Uzun müddətdir ki, Azərbaycanda Qarabağlı, Ermənistanlı, Naxçıvanlı şeyi yapırlar. Sosial mediada mən bunu görürəm və bunu məşhur birinin əli ilə gündəmə gətirdilər və arxasınca da qarşı tərəfdə Ermənistanın Naxçıvanına ayrım yapmaya başladı. Bu 5-ci kolonun vaz keçirilməz bir mücadiləsidir və bunun arxasında 5-ci kolonun durduğunu hamımız bilirik. Və eyni zamanda sosial mediada ilginç bir şey var. Yəqin ki, sizlər də görürsünüz. Səhifələr açmışlar, çox böyük səhifələrdir. Burada erməni qızları ilə Azərbaycanlı oğlanlarının sevgi macarası, aşkları falan filan danışırlar və sətr altı içində erməni propagandası yapılır. Və erməni qızıdır, güya hamilədir. Bir Azərbaycanlı oğlan ilə böyük eşq yaşayıb, deyir ki, mən Bakıdan gəlmişəm, Qarabağ konfliktindən danışır. Sanki Qarabağ durduq yerdə olub, yəni biz yapmışıq kimi bir görüntü yaradır və ermənini bir məzlum bir xalq olaraq göstərir. Və ilginç bir tərəf, bu sosial media səhifələrində əksər takipçilər %99 Azərbaycanlılardır və yorumları oxusanız həm türklərə böyük həqarətlər var Azərbaycanın adı ilə, həm də erməni sevgisi, qardaşlıq falan filan. Bəli, dövlətlər arası ilişkiləri dəstəkləyirəm. Bütün hallarda mən Azərbaycanın qonşuları ilə ilişkilərinin yaxşı olmasını istəyirəm. Çünki savaşlar bir dövləti zəif salar. Amma qonşuluğunda olan düşmənin təkcə son 100 ildə sənə yapdığı dəfələrlə qətliamları, bu ayın 26-sında yapdığı Xocalını, bu ayın 11-də yapdığını Malıbəylini, Quşçuları, Kəlbəcərdən əsir aldığı qızlarımızı, gəlinlərimizi, uşaqlarımızı, bugün mənim 4000 insanımdan xəbər yoxdur və bunların əksəriyyəti uşaqlardır. Və bu o zaman əsir alınmışdılar ki, Epşteyn adasının məşhur olan bir vaxtı, erməni lobbisinin Epşteyn adasında olan Yahudi lobbisi ilə birlikdə işlədiyi bir dönəmdir. Bu o zamandır ki, mənə Azərbaycana torpağı işğal olunmasına rağmen Yahudi kökənli kongresmenlərin Amerikada 9-7-ci maddəni tətbiq edib ermənilərə isə silah satılması, hər cür yardım edilməsi ilə bağlı qərar çıxartdığı bir dönəmdir. Yəni bunların hamısı birlikdə idarə olunan insanlardılar. Və çox ilginc, bugün mənim ölkəmin insanı gedib orada, nə bilim, bir Arif adında oğlanla Qayan adında bir erməni qızının sevgisi falan filan. Qız elə bir anladır ki, sanki bunlar belə mələk kimi oturmuşmuşlar. Bir gecədə Azərbaycanlılar bunları buradan qovub. Arkadaşlar, getdim orada da yazdım. Mən 88-ci ildə Ermənistandan qovulmuşam və mənim atam da, dədəm də, əmilərim də, bibilərim də, xalalarım da, bütün qohumlarım da, bütün kətçilərim də öz cibinin pulu ilə ev tikmişdi ki, o torpaqlar bizim torpaqlarımız idi. Və bu bir dənə dövlət onlara, bir dənə Sovet dönəmində çöp belə verməmişdi. Adamlar daşını, sementini işləyib, əziyyət çəkib, üst-üstə qoyub özünü ev tikmişdi. İçi mənim atam qarışıq. Biz Ermənistandan gələndə həm böyük, altlı-üstü 2 mərtəbəli böyük bir ev, buradakı mənim bütün kəndçilərim, qohumlarım, rayonlularım görürlər. Və bir dənəsi də deyə bilməz, yalan deyirsən, böyük bir arsanın içində təkcə atam o həyətə hardasa bir 1300-dən çox ştil alıb gətirib ağaçlar əkmişdi ətrafına. Və bir 50-nin üzərində arı buraxıb gəldi. Arı, bal verən arı. O mal, qoyun, onu qoydum qırağa. Və bir də bizdə çay bostanları dediyimiz yer vardı ki, tarlalarımız var idi, hamının. Və bunun hamısı bizim özümüzün idi və buraxıb gəldik. Ermənilərə isə Azərbaycanda devlet ev vermişdi. İşləmişdilər. Ruslar bunlara ev vermişdi. Zavoddan, fabrikdən aldıqları ev idi. Biz o villalarımızı, o arsalarımızı, hər şeyimizi buraxıb gəldik. Cibimizin pulu ilə gəlib ermənidən o dandik kutu kimi belə 2 göz, 3 göz heyvərə evlərini alıb orada çürüdük. Və utanmaz. Onun altına gedib yazanlar var. Sizi çox özlədik. Nə bilim, nə yapdıq? Onu yapdıq, bunu etdik. Ermənilər Bakının mərkəzində evlərdə otururdu. Oturduqları evləri Azərbaycanlılara kiraya verirdilər. Və bütün Azərbaycanlılar erməni evlərində kirada otururdu. Gəlin bunu qəbul edək.
Və bunun qarşılığında ermənilər elə yazır, özünü elə məzlum təqdim edir. Heç kusura baxmasınlar. Onların Bakıda aldıqları evlər fabriklərdən, zavodlardan bir rüşvət verirdilər. Çalışan orada həmişə zavodlarda, fabriklərdə ikinci şəxslər ermənilər idi. Birinci şəxslər rus olardı. Azərbaycanlılar 4-cü, 5-ci kəs olardı öz ölkəsində. Heç kusura baxmayın. Artıq bu qədər qeyrət olmayın, bu qədər namussuz olmayın. Hələ Xocalı faciəsi unudulmayıb. Xocalıda təcavüz etdikləri hələ ölüb bitməyib. Ayıbdır ya, ayıbdır. Utanmırsınızmı? Bir də məşhurlar, Azərbaycanlı məşhurlar, Azərbaycanlı aparıcılar, hamınız o səhifələrə tökülmüşsünüz. Və bir də onların səhifəsini böyütməklə məşğulsunuz. Yenə deyirəm, mən Azərbaycan dövləti ilə Ermənistan dövləti arasında ilişkilərdə dövlətlər arası ilişkilər ola bilər. Amma bunlara belə sarılıb 3000 şəhidinin qanı hələ qurumayıb ya. Evimizdən verdiyimiz şəhidləri bıraxın hamımız ölək, biz öldükdən sonra gələn nəsillərə yalanları anladın da. Və o Azərbaycanı Qarabağlıya, Ermənistana niyə bölən 5-ci kolonun köpəkləri sizin boynunuzu yerə soxum? Niyə gedib bundan danışmırsınız? Niyə bunlara etiraz etmirsiniz? Yazıqlar olsun ya. Yazıqlar olsun. Şəhidlərdən utanın. Ya o ayağı, qolu qırıq qazilərdən utanın ya.